Azərbaycan televiziya və radio tarixində özünə məxsus yeri olan xalq artisti Ofeliya Sənaninin bu yaxınlarda 85 yaşı tamam oldu. Yarım əsrdən artıq müddətdə efirdə çalışan Peşəkar Diktor Məktəbinin tanınmış nümayəndələrindən biri kimi şöhrət qazanan Ofeliya Sənani təkcə televiziya aparıcısı deyil, həm də radio diktoru, dublyaj ustası və aktrisadır. Onun məlahətli səsi, yüksək nitq mədəniyyəti və peşəkarlığı bir neçə nəslin yaddaşında yaşayır. Elə biz də Xəbərin Olsun komandası olaraq xalq artistini yubileyi münasibəti ilə təbrik edirik. Ona möhkəm can sağlığı, ömür uzunluğu arzuluyuruq. Gəlin birlikdə Ofeliya xanımın ömür yoluna nəzər salaq. Azərbaycan efir məkanında elə səslər var ki, zaman keçsə də unudulmur. O səslərdən biri də Ofeliya Sənanidir. 1941-ci il mayın 26-sında Bakıda dünyaya göz açan Ofeliya Sənani əmək fəaliyyətinə çox gənc yaşlarında başlayıb. Hələ tələbə ikən Azərbaycan radiosunda işə qəbul olunan gənc diktor qısa zamanda dinləyicilərin diqqətini cəlb etməyi bacarıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alan Ofeliya Sənani radionun qızıl dövründə formalaşan peşəkar diktorlardan biri olub. Onun səlis nitqi, zəngin söz ehtiyatı və efir mədəniyyəti həmkarları tərəfindən də yüksək qiymətləndirilib. Sonralar televiziya fəaliyyətinə başlayan sənətkar uzun illər Azərbaycan televiziyasının efirində tamaşaçıları ilə görüşə gəlib. Ofeliya Sənani dublyaj sənətində də öz sözünü deyib. Azərbaycan kinosunun ən məşhur filmlərində yaratdığı səs obrazları bugün də tamaşaçıların yaddaşındadır. O eyni zamanda bir sıra filmlərdə aktrisa kimi də çıxış edib. 100-dən artıq filmin baş qəhrəmanlarını, 7 oğul istərəmdə Humay, Gün keçdidə Əsmər, Tütək səsində İsmət, Qaynana filmində Sevda obrazlarını səsləndirib. Axı niyə elə deyirsən anacığım? Məyər təkcə evdir? Poliklinikada nə qədər işim var? Həkiməm axı. Noruzun gəlişinə babamın xeyir duasını alırıq. Götürüb gedərsən məni Peykanlıdan, apararsan uzaqlara. Uzun illər ərzində Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlər dövlət tərəfindən də yüksək qiymətləndirilib. O 1975-ci ildə əməkdar artist və 1991-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Müxtəlif mükafatlarla təltif edilib. 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən fərdi təqaüdə layiq görülüb. Son günlər o axır ki, yaşada olduqca çox sevirəm ki, hamı ətrafımda olsun. Hamını görüm. Ofeliya bir dənədir də, nə deyə bilərəm mən? Hamımız onu çox istəyirik. Mehriban, balalarına, nəvələrinə qarşı qayğıkeş. Mən ona möhkəm can sağlığı arzulayıram. Allah onu qorusun, əvvəla balaları üçün, nəvələri üçün, tamaşaçılarımız üçün, bizim üçün də. Ona can sağlığı arzulayıram. Fikir həmişə özündə olsun. O diksiyası dəyişməyib. Elə danışan kimi həmin səs Ofeliya xanımda necə 10 il, 20 il bundan qabaq vardı. Elə bir gəndə veriliş aparır danışanda adamla. Elə bir səs çıxır. Bu günlərdə 85 yaşını qeyd edən Ofeliya Sənani zəngin yaradıcılığı, sənətə sədaqəti və yüksək peşəkarlığı ilə Azərbaycan televiziya tarixində xüsusi yer tutur. Jalə qəhrəman qızı Ağabala Məmmədzadə,